Bir dəqiqə vaxt verin. Verirəm. Bax, 2 dəqiqə verdim. Düşün. Yəni, soğuk. Nəsə, bilməyəcəksən onu. Ramdak. Ramdak. Bax, göstərək sənə. Ramdak. Ramdak. Analog. Rəqəmsal. De, bax. Belə bir qurğudur. Ramdak modemin içərisində olan analoq rəqəmsalı, rəqəmsalı da analoqa çevirən bir qurğudur. Ramdak balaca bir qurğudur. Yəni böyük bir qurğu deyil. Ramdak bu arada müsahibə sualıdır. Müsahibədə soruşurlar. Ramdak buna deyirlər ramdak. Nə deyirik? Nə? Səsim echo verir. Necə saniyə həll eləyək onu da. İndi necə? Səsim necədir indi? İndi bəs? İndi necədir? Onlar bir dənə də yox ya. Gözlə belə gəlsək. Ramdak. Səsim echo verir də. Vermir. Hə, Allah. Versə denə ya. Yox, versə denə. Səsim echo versə denə. Hə, birdən çünki qayda eləyirəm dərsi. Ola bilər OBS-dən sizə problem olur bəzən. Ona görə səsim echo verəndə mütləq şəkildə ilə denən, yaxşı? Əla. Deməli, ramdakı başa düşdün, ramdak nə oldu? Cihaz. Ramdak deməli nə adlanır? Analoq rəqəmsalı, rəqəmsal analoqa çevirən bir qurğudur. Buna deyirlər ramdak. Buna deyirlər ramdak. Modemin əsas funksiyası nədən ibarətdir? Modemin əsas funksiyası internet bağlantısını təmin eləmək, IP ünvanları paylamaq, bir də Wi-Fi şəbəkəsini yaratmaq. Bu modemin əsas 3 funksiyası. İnternet bağlantısını təmin eləmək, IP ünvanlarını paylamaq və Wi-Fi şəbəkəsini yaratmaq. Buna deyirlər modemin 3 prinsipi. Bu aydın oldu modem. Əla. Keçirik modemdən router. Sənə bir sual. Bura gördünsə. O açmadı. O niyə açdı ki, əlavə? Hə. Modemlə routerun fərqi nədir? Slaytdan çıxdım ki, görməyəsən. Birinci baxım, bilməsəm mən deyəcəm onsuz da. Modemlə routerun fərqi nədir? Aha. Marşrut dayır. Bir növ yaxınlaşdın. Hə, bir növ yaxınlaşdın, amma tam yox. Bax, mən sənə belə izah edeyim. Modem. İsmail, modem. İnternet siqnalını ümumiyyətlə, internet siqnalını qəbul edən qurğudur. Router isə onu paylayan qurğudur. İnternet siqnalını qəbul edir, digərsi router isə paylayır. Nə deməkdir? Biri qəbul edir, biri paylayır. Onu belə izah edək. Bax. Bayaq çıxmalıdır. Aha, modemlə router. Modem router. Bax, bu yox, bu yox. Routerla yox. Modem. Niyə ikisinin fərqinə olan bir şəkil qoymayıblar? İkisinin fərqi olan bir şəkil.
fikir qoymayıblar ki. Abi hara getdi? Hara getdin çıxma. Yaxşıdır. Bax, İsmail, görsən şəkli. Görsənir. Bu. Biri sağdakı modemdir, soldakı routerdur. Modem internet siqnalını qəbul edir, yəni internet siqnalını qəbul edir. Nədir? Evdə məsələn providerdən, indi istəyirəm sizə City-netdir. City-netdən providerdən internet ötürür, modem onu qəbul edir. Düzdür, modem onu qəbul edir. Onu paylamaq vəzifəsi isə artıq qalır nəyə? Artıq qalır router'a. Bax, bunu görsən, artıq qalır router'a. Hə, qalır router'a. Ona görə modemlə router arasında əsas fərqlərdən biri qəbul edən belə deyək, cihazdır, biri qəbul edir. Modem qəbul edir. Bir saniyə. Hə. Deməli, nədir? Modem. İnternet provider. Modem qəbul edir. Daha doğrusu qəbul edir. Yəni, internet providerindən gələn internet şəbəkəsini nə edir? Qəbul edir. Router isə həmin şəbəkəni nə edir? Yayır. Bax. Bax. Router yerli şəbəkəni idarə eləyir. Bu nədir? Providerə qoşulur. Providerə qoşulan nədir? Modem. Hətta gəlin onu böyüdək. Providerə qoşulan nədir? Modem. Düzdür. Modem providerə qoşulur. Providerdən gələn siqnalı da yerli şəbəkədə idarə edir. Yerli şəbəkədə yəni paylayır. Bir növ idarə edir, bir növ paylayır yerli şəbəkədə. Onları idarə edir, paylayır. İnternet siqnallarını bax, qəbul eləyir. Providerdən gələn görsən onun internet siqnallarını qəbul eləyir. Digəri isə həmin siqnallar arasında olan interneti nə edir? Paylamaq vəzifəsini icra edir. Yəni biri qəbul eləyir, bir mənalı şəkildə. Buna baxın, analogiya vermək mümkündürmü? Qəbul eləyib paylamağa. Qəbul eləyib paylamağa. Hə, qəbul eləyib paylamağa mümkündür. Məsələn, bax belə fikirləş, İsmail. Belə fikirləş. Sənin telefonun modemdir. Necə? Oradan gəl informasiyanı sən telefonun vasitəsilə qəbul edirsən. İnformasiyanı telefonun vasitəsilə qəbul edirsən. Sənin nömrən isə routerdur. Yəni nə deməkdir routerdur? Kim nəsə əlaqə saxlayanda, kiməsə mesaj göndərəndə, nəydən istifadə edirsən? Routerdan. Yəni nömrəndən, düzdür? Ona görə də o da sənin nə olur? O sənin nömrən olmuş olur. O sənin nəyin olmuş olur? Nömrən olmuş olur. Yəni telefon sənin modemindir. Amma nömrən isə sənin routerundur. Yəni biri qəbul eləyir, digəri isə nə edir? Paylayır. Bax, belə yadda saxla. Biri qəbul eləyir, digəri isə paylamaq vəzifəsini icra edir. Bunu belə yadda saxla. Biri qəbul eləyir, digəri isə nə edir? Digəri isə paylayır. Yəni qəbul eləyən nə oldu? Modem. Paylayan nə oldu? Router. Aydın oldu bu hissə. Səsin getdi. Hə, gəldim. Hə. Sonra keçirik modemin idarəetmə panelində nə var? Modemin idarəetmə panelinə necə daxil olmaq olur? Modem idarəetmə paneli. Gəlirik terminala. İstənsə özündə elə ya da bax necə istəyirsənsə. Gəlirik terminala. Bir dənə ping atırıq. IP config. Ping atdıq. Düzdür. Ping atan zaman gəlirik burada. Bax burada görürsən ki, sənə nə qədər IP verib də. Nə bilim IP version 4-ü verib, Ethernet-də. Gəlirsən burada default gateway-in olmalıdır. Default gateway. Bax, default gateway. Görsən bunu? Hə, bu indi mənim. Bunu götürürəm, bax buradan. Bunu götürürəm. Gəlirəm bura. Gəlirəm brauzerimdə yapışdırıram. Enterə baxaq.
Username, password istədi. Bax, bunun çox vaxt, bilmirəm səndə belə istəyəcək yoxsa yox. Bax, çox vaxt buna görə belə qəbul edəcəyimi? Bəli, elədi. Bilmirəm səndə. Sən daxil olursan yoxsa baxırsan? Necə? Sən soruşam, deyirəm, qəbul baxırsan yoxsa özün də eləyirsən? Yəni ona görə, onu deyirəm. Default gateway istəyirsənsə yaz. Aha, nə istədi? Əla. Bax, indi qəşəng. Bax, onu səndə də soruşdu. İndi bir dənə dala qayıdaq, baxaq məndə də soruşacağım. Bax, bunu istədi, düzdür? Hə. Bu həmişə yadda saxla İsmail. Bunlar default olaraq admin gəlirlər. Yəni username-ə də balaca hərflərlə admin yaz, onu kopyala, passworda da admin yaz. Admin gəlirlər default olaraq. Bunu həmişə yadda saxla. Yəni modemi nə vaxtsa konfigurasiya eləyəndə qabağa belə bir şey çıxsa, məsələn evdə yoxsa başqasının modemi. Yadda saxla ki, bunlar həmişə default olaraq gəlirlər və admin olurlar. İndi yaz admin və ora. Girməlidir. Səhvli olur. Dəqiq. Ekranımı paylaşa bilirsən? Middən paylaşa bilirsən yəni? Həsən telefondan qoşmusan? Hə, telefondan kompüterə. Çevir bir dənə. Tamam. Yo, olur. Çevirmək olmur ki, bəyə. Yəni açıq heç yoxlamamışam. Bircə saniyə. Ayarlardan baxım. Deyəsən olmur məncə. Olmursa problem deyil. Ekranı öz üzünü çevir, əsas ekranına. Mən oradan admin. Qurcalamısan heç? Görürəm, narahat olma. Daha şey bağlaya bilərsən, gördüm. Prosta sən qurcalamısan şeyi? Yo, ümumiyyətlə. Bilirəm, username, password default olaraq gəlməlidir axı. Admindir o default olaraq. Sən onu bilsən nəyinə 3 dəqiqə olandan sonra internetin adı nədir? Bir də internetin şifrəsi nədir? Elə yoxlayarsan bir dənə, yaxşı? Yox, məsələn, adını səndən tip link ya da nə bilim Tenda falan elə bir şey gedir. Hə, vəsyoda o ad hissəsinə yaz. Wi-Fi-nin koddakı indi kodla nə yazıb girirsənsə, nə bilim 1 2 3 4 5 6 7 8 nə bilim nə. Onu yaz kod hissəsinə görün. Bəlkə onu götürür deyirəm. Bəlkə sən dəyişmirsən deyən admin adını götürmür. Məsələn, mən bu Wi-Fi heç əl vurmamışam da bu evə ümumiyyətlə əl vurmamışam deyənə məsələn adminini götürdü məndə. Error you have the login the Okay. Bircə saniyə, məndə də heç götürmədi deyəsən. Error you have the login, please log out the first. Hə. Yeni.
11 saniye Ctrl V. Heh, girdi məndə. Nəsə o 3 dəqiqə dolana qədər biz biraz baxaq bura ki, proseslərlə tanış olaq, nədir, nə deyil. Nə qədər vaxt qoysan? 3, 4? 4 dəqiqə. Tamam, o zaman o həll olanda şey eləyərik. Bu açığı bunu ilk dəfə mən də səninlə şey eləyəcəm. Buradan ya dili, aha, Çincə gəldi dili. Ha, 2 dənə deyəsən, ingilis bir də Çin dilində. Bu oldu. Elə oradan elədim. Landı 192. Kodu indi buradan əl dəyişikliyə bulanda bulan boş olmalı. Hə, bulan boşdur. Al SSID bax, SSID. SSID-si. SSID-si nə budur? Bax, SSID görsən mənim adım da elə. Birdən çox IP, firewall. Buna səthi baxırıq ümumiyyətlə. İndi dərinə düşəcəm. Mən də səninlə bax 2 dəfədir bu Wi-Fi-yə girmişəm. Bu evin Wi-Fi-nə daha doğrusu girmişəm. Bax 2 dəfədir səninlə eləyirəm mən də. Şifrə. Bax şifrə də yəni ki, buradan öyrənə bilərik. Köhnə şifrə. Da köhnə şifrə. Hə, bax bu yəni ki, yeni köhnə şifrə nədir ki? Köhnə şifrəni bilmirəm ki mən. Gərək QWERTY-lə baxarım. Bax model, bu yəni ki, Wi-Fi aparatının modelidir. Gəl, hə, gəl bunu yazaq. İstənsə gəl bunu yazaq. Baxaq səylə. Ki, necə bir şeydir. Aparat olaraq. Hə, de budur, bəli. Bax bizim evdəki eynən budur. Bu yaxşı deyil. Hə, yaxşı deyil. Hə, eynən budur. Hə. Bax, eynən budur. Eynən budur. Sonra, hə, vaxt oldusa sən bir dənə yaz elə. Adına qoşulursansa, bir də ki, Wi-Fi seynədirsə. Wi-Fi adı nədirsə onu yaz bir dənə. Sən bax gör onu götürməlidir məncə. Yox, onu götürməlidir. Götürmədi. Yəni öz kodunu yazdın da evdə necə telefonu nə yazıb qoş. Gel bax gəl yaxşı. Gel bax gəl. Yo, mən onunla inanmıram. Onunla elə bir şey inanmıram. Onu istəyirsənsə yoxlayarsan, evdə baxarsan. Yaz yaxşı.
Yaz elə. Girdi. Hə, onda səndə default olaraq onu qəbul eləməyib də. Default olaraq admini qəbul eləməyib. Dəyişmisən deyəsən ona görə. Belə açılmayıb yəqin ki səndə, çünki aparatdan fərqli olaraq. Hə, o hə, fişə. Onda məndə də elə açıldı. Yəni bayaqki tend aparatında məndə də elə açıldı. Hə, o problem deyil. Hə, burada da mən də onu axtarıram, açığı deyil də cihazlar, mən də onu axtarıram ki, qoşulmuş cihazlar modelin adıdır. Bax, burada bunu hətta bunun da bir dənə baxayım. Bu Gipon yəqin ki, bunun kabelin olacaq. Gipon digər adı nə idi? Dərsdə keçmişdim ha. Deyib kabeldir, düz deyirəm, de. Fiber optik. PD baxmırsan ha atdıqlarıma, İsmail. Fiber optik. Deməli, tikinti vaxtı, bax nə vaxtı, tikinti vaxtı deyəndə nə vaxt quraşdırılıb? 2022-ci ildə quraşdırılıb. Bax, məndə vaxtı göstərir. Məsələn, bayaqki tend aparatında heç vaxtı belə göstərmirdi. Hmm. Bax, məsələn, tikinti saydı onun adıdır. Tikinti vaxtı nədir? Tikinti vaxtı nə idi? Başlama 2022-ci il 9-cu ayda quraşdırılıb, saatına qədər göstərir. MAC ünvanı göstərir, proqram təminat versiyasını göstərir, CPU istifadəsi var. CPU istifadəsi var, artıb azalır. Bayaq 9 idi, indi 11 oldu. Nəyə görə? Çünki nə qədər çox cihaz qoşulanda bir o qədər o artıb azalır. Buna gəl ən yaxşısı ingilis dilinə Bəli, ingilis dilinə çevirək elə. Hə, yox, geri al. Azərbaycan dilində çevirmə. Çin dilində qaldı. İngilis dilində. Geri al. İstəmirəm. Azərbaycan dilində istəmirəm. Azərbaycan dilində səhv tərcümə eləyib. Memory usage var, name serverlər var. Name serverlər DNS-lərdir, domain name sistemləri 888-lər. DHP-lər var, IP adres var, IP adres, subnet maskları var. İndi gələcəm subnet mask nə deməkdir. Səsim yenə echo verir. İndi bəs. Səsim echo verir indi də. Əla. Versə denə. DHP-lər var, MAC adresləri heç. Mən də bir sənə axtarıram ki, hansı cihaz qoşulub, budurmu, yoxsa one configuration'dır, bu deyil. Bax, deməli, məndə bir cihaz olmalıdır, bir kompüter olmalıdır. Yaxın aşağıda bir kompüter status yoxdur axı bunda. Bax, statusdadır da elə, statusdayım da. Device bəlkə IP version 6-ya vursaq, burada heç nə yoxdur.
device-da, məsələn, məndə bir dənə olmalı, budurmu görəsən? Prosta bu interfey. Məndə deməli olmalıdır bir dənə kompüter, 2 dənə telefon. Bax, onların adlarını göstərməlidir. Heç birini göstərmir. Təəssüf ki, heç birini göstərmir. Hə, bu olmalı deyil. Sən elə olmalı idi. Refresh edin. Onu göstərmir. İndi girək yavaş-yavaş gəzək. LAN kabel heç. LAN kabel bunun adını göstərəcək. IP. Hə, bax burada IP adresi dəyişə bilirsən. IP adresi dəyişdiyin təqdirdə durub özün əllə, DHCP-lə nə edə bilərsən? Bu işləmir ki, hə, IP adres verə bilirsən. Bax, show client IP, subnet maskı dəyişə bilirsən. Sonra domain name-ni dəyişə bilirsən. Gateway adresini bax. Burada use DNS relay. DNS relay istifadəsi bilirsən nə deməkdir? Use, yəni avtomatik olaraq mənə IP ver. Avtomatik olaraq mənə IP ver. Amma bax burada set manual sözünü görsən. Mən buna bastığım an, onun qabağındakı dairəyə quş qoyduğum an, yəni klik elədiyim an, avtomatik olaraq mən buradakı olan bütün proseslərin hamısını əllə yerinə yetirəcəm. IP-ni əlinə verəcəm, subnet maskı əlinə verəcəm, DNS əlinə verəcəm və s. vilaxır. İndi onsuz da gələcəm subnet maskı nədir, DNS nədir, onları gələcəm onsuz da. Yəni bunları hamısını nə edəcəm? Mən əlinə verəcəm. Əlinə verəcəm. Ona görə bunları nə edək? Normalda da əlinə vermək olar. Amma da hazır özü verirsə o problem deyil. Advanced settings var, basic settings var. Bu SSID-ni görürəm. SSID-ni mən buradan dəyişə bilirəm. SSID-ni buradan dəyişə bilirəm. Aha, SSID-ni görürəm, dəyişə bilirəm. Advanced settings. Advanced settings-də baxa görüm nə var. Broadcast hedge, disabled-dan protection, short text. Bunlar açığı nədir? Heç bilmirəm. Fragment threshold, security bax, security hissəsinə gələk. Radius. Hə, bu yəqin ki kodudur deyə fikirləşirəm. Gəl baxaq koduna. Hə, bax çox güclü kod qoyublar ha. Kim qoyub? 2005 dəhşət. Hə, bax kodunu gördüm burada. Kodunu gördüm. Hə, bax kodunu gördüm, kodunu gördüm. Kodunu gördüm. Kodu girib deyək. Hə, o attack protection enable isə nə deməkdir? Yəni hər hansı bir hücum baş verən zaman düzdür. İndi hücum nə deməkdir? Yəni Wi-Fi-nin kimsə kodunu qıran zaman, bax burada VPS sözünü görsən, VPS sistemi, ona gəl daxil olaq. İndi bax sözüm ona gələcəkdi. Aha. Deməli VPS sistemi nə deməkdir? Ondan gəl başlayaq. Aha, bilirsənsə dinə. Bəli. Bəli. Deməli, hə, VPS sistemi nədir? VPS sistemi o deməkdir ki, ümumiyyətlə atak olunan zaman, artıq müasir kompüterlərdə VPS adlanan bir sistem var. Atak olunan zaman həmin VPS sistemi o kompüteri şifrələrinin qırılmasına, şifrələrinin çölə çıxmasına, ümumiyyətlə şifrələrinin paylanılmasına mane olur VPS sistemi. Ona görə artıq müasir tipli modemlərə hücum eləyərək qırmaq, yəni hücum eləyərək onları nə etmək? Hücum eləyərək onları qırmaq, yəni kodunu ələ keçirmək biraz imkansız deməyək, uzun bir vaxt aparandır. Yəni uzun bir vaxt. Əvvəllər VPS sistemləri yox idi. Köhnə modemlərdə VPS sistemi yox idi. Ona görə istənilən adam girirdi, 1-2-3 dənə atak atırdı və salam, modemin şifrəsini qırırdı. Amma artıq müasirlərdə VPS sistemi var. Yəni müasirlərdə kodunu bilmədiyin təqdirdə o internetə daxil ola bilmirsən. Müasirlərdə. Buna deyirlər VPS sistemi. Nə deyirlər? VPS sistemi. VPS sistemi. O göy yadda saxla. Həm də bu müsahibə suallarından biridir. VPS sistemi. Basic settings heç nə yoxdur. Bax, firewall. Firewall nə demək? Firewall bilirsən nə deməkdir? Firewall bir qurğudur. Bax, gəl onu izah edək sənə. Firewall bir qurğudur. Hansı ki bu ataklar var ha. Atakları hücum olunan zaman adətən böyük şirkətlərdə istifadə olunur.
bir növ server kimidir. İndi mən dünənlər hətta onun şəklinə baxırdım. Firewall. Firewall picture. Ya bunu göstərəyim, bunu göstərəcəm. Hə, dedi tapmışam. Bax, İsmail, görsən, firewall otağıdır. Firewall nədir? Belə fikirləş ki, evdə qapını biz nəyə görə bağlayırıq? Evə hər hansı bir tanımadığımız insan, nə bilim, ümumiyyətlə də bizə tanış olmayan bir insan girməz və yaxud da ki, girən zaman qapını döysün, biz bilək kimdir, elə içəri daxil edək. Düzdür? Bu da firewall da böyük şirkətlərdə o vəzifəni görür. Yəni çünki bir gün ərzində, ümumiyyətlə bir gün ərzində böyük şirkətdə 100-dən 200-dən artıq atak olunur. Yəni bu harda istifadə olunur? Məsələn, Azərbaycanda var, indi şirkət adı deməyəcəm. Ümumiyyətlə də nə bilim yaxşı deyəcəm, Bescomp olsun, Afez olsun, tutalım lap belə Azintelekom olsun, Aznet olsun. Bu tip şirkətlərdə nə olur? Yəni ümumiyyətlə də firewall texnologiya şirkətlərdə, texnologiya əlaqəsi yoxdur ümumiyyətlə. Məlumatını məxfi şəkildə qorumaq istəyən şirkətlərin əksəriyyətində nə istifadə olunur? Firewall. Bu nə edir? Bu bir növ qapı, divar. Adından da göründüyü kimi firewall, yəni od divarı. Bir növ divar vəzifəsini icra edir. Bir növ nə edir? Divar vəzifəsini icra edir. Divar vəzifəsini icra elədiyinə görə, divar vəzifəsini icra edir. Hər hansı bir hücum olunan zaman, bura hər hansı bir hücum olunan zaman, hər hansı bir hücum dediyim nədən ibarətdir? Məsələn də, kimsə şirkətə hücum eləmək istəyir, şirkətin məxfi məlumatlarını oğurlamaq istəyir, ələ keçirmək istəyir və s. Belə proseslər üçün, belə proseslər olduğuna görə, birbaşa olaraq biz nədən istifadə edilir? Firewall-dan istifadə edilir. Yəni firewall bu atakları avtomatik olaraq bloklayır. Nə edir? Bloklayır. Blokladı. Səsim gəlir? Echo vermir ki. Birbaşa olaraq nə edir? Bloklayır. Yəni yad insanların bura daxil olmasına icazə vermir. Sonra bu firewall'un bir göstəriş kitabçası var, yəni kompüterə qoşulur. Sonra kompüterə qoşulanda açıb baxırsan ki, gör nə qədər bura gəlib, atak olunub, sən görmə. Hətta kompüterlərin özündə də var bir növ antivirus da, İsmail, belə bir növ. Kompüterlərdə düzdür o qədər işə yaramır. Yəni niyə görə? Yəni bax belə bir şey var. Şəbəkənin adını falan yazıb. Belə bir hissəsi var. Burada girib sənə olan atakları, virusları falan hər birini eləyə bilirsən, görə bilirsən firewall-da. Amma böyük bax. Windows Defender firewall. Yəni çox da açığı deyim, yəni kompüterdə çox da belə də işə yarayacaq bir şey deyil. Yəni açıq olun. Bu nə idi? File yazanda bir şey gəlir. Firefox var məndəki və ya Firefox olduğunu ilk dəfə görürəm. Yox imiş. Web axtarışıymış. Yəni çox da belə işə yarayacaq bir şey deyil, açıq. O qədər də işə yarayacaq bir şey deyil. Biz kompüterdə, amma böyük şirkətlər üçün əvəz olunmaz bir şeydir. Qrupudur. Bəli. Firewall aşıla bilir. Belə deyək də, aşıla bilməyən qurğu yoxdur 100%. Yəni belə deyək, hücuma məruz qalmayan bir qurğu yoxdur. Yəni məlumatlar ələ keçirilməyən bir qurğu yoxdur. Amma vaxt aparır ya da çox professional olmaq lazımdır. Məsələn, dünya bilmirəm, hacker qruplarını nə qədər tanıyırsa, dünya hacker qrupları var. Hansı ki, kino da var idi, La Casa de Papel'də. Bilmirəm, baxmısan yoxsa yox. Bilirəm, bax. Ən birinci dünyada tanınan ən belə məşhur hacker qrupu Anonymous-dur. Yəni dünyada tanınan ən məşhur. Yəni bu Anonymous qrupu, yəni bu gördüyün top 10-a daxil olan, nə bilim, bax Carbak var, sonra da Dark Overlord var və s. Bu gördüyün hacker qrupları belə deyim də, banklarla falan onlarla işi olmur. Yəni onların sisteminə daxil olmurlar. Bunların işi bizən haradır? Qlobal şirkətlər var ha. Qlobal şirkətlər. Məsələn,
Amazon. Bunun işi bunlarla, qlobal şirkətlərlə. Amazon. Çünki Amazon qlobal bir şirkətdir və belə deyək də, dünyanın hər yerindədir Amazon. Bildin necə? Yəni ölkə xaricində deyil, dünyanın hər yerindədir. Və yaxud da ki, nə bilim, olsun, tutaq ki, olsun, nə bilim, adicə. Nə olsun? Microsoft. Düzdür? Dünyanın hər yerində Microsoft. Nə olsun, tutalım, Apple. Dünyanın hər yerində. Yəni bunların işi artıq bunlarladır. Düzdür? Bunların işi artıq. Bəli, bunlar hücum edirlər ki, məlumatlarını ələ keçirsinlər və o məlumat qarşılığında tutalım ki, Apple məlumatlarını ələ keçiriblər. O məlumatı iki variant var. Ya yayacaqlar, ya da onu yaymamaq üçün şirkətdən Bitcoin. Ya bunlar da adətən Bitcoin aralığında işləyirlər. Tutalım da 80 min təbii ki də az dedim mən. 80 milyon olsun məsələn. Dəyərində Bitcoin məbləği. Onlar da bu məlumatlar. Məsələn, NASA ola bilər. Yəni, onlar artıq belə hücum edirlər. Sonra admin hissəsi var. Login, UAP-dən. Hacker, Hakerlər 3 qrupa bölünür, İsmail. 3 növ haker var. Əslində 2 növdür. Bizə saniyə. 2 növ haker var. Bir var bəli, bir var Black hacker, yəni qara şapkalı. Gəl onu göstərək də sənə. Hacker hat idi onlar deyəsən. Hacker hat. Və əslində bunlar çoxdur deyə, belə göy falan var. Prosta əsaslarını mən sənə deyim. Bax, bunlar var, amma əsasları əsasən 2 üzərində cəmləşdir. Əsas bunlar 2-3 dənəsi üzərində cəmləşdir. Nə deməkdir? Bir var Black hacker, yəni qara şapkalılar. Bunlar sırf pis məqsədlər üçün, yəni pul oğurluğudur, ümumiyyətlə də, yəni icazəsiz, qanunsuz işləri görmək üçün nəzərdə tutulan hakerlərdir. Ağ hakerlər bunların tərsidir, yəni bunların gördüyü işləri nə etməkdir? Bunların gördüyü işlərin qarşısını almaq, hücumların qarşısını almaq və s. Yaxşı, boz nə olar səncə? Boz da hər ikisinin qarşığı. Bozda hər ikisinin qarşığı. Həm müsbət tərəfə yönələ bilir, həm də nə ola bilər? Mənfi tərəfə yönələ bilər. Bəli, vəziyyətə görə dəyişir. Boz da onun qarşığı. Yəni hakerlər normalda 3 qrupa bölünürlər və 3 qrup üzərindən edirlər, 3 qrup üzərindən hərəkətə keçirlər. Üç qrup üzərində bizə saniyə mən dəyişəm bunu. Bunlar da rəngləri. İndi gəlirik nəyə gəlirik? İsmail. Bayaq dediyim hissə var idi ya. DHP nə idi? DHP nə idi? DHP nə idi? DNS nə idi? Onları bilirsən? Onları izah edək. Gələk, faylda baxaq var idi mi onlar? Faylda səhv etmirəmsə yox idi. Bəli, yox idi. Eyb yox. Bayaq gördüyün DHP-dir, DNS-dir. Sonra nə var idi? DHP var idi, DNS var idi, Default Gateway Hedge. Subnet Mask var idi. Deməli, nədir onlar İsmail? İlk öncə başlayaq, nədən başlayaq? İlk öncə başlayaq IP-ni, DHP nədir? DHP Dynamic Host Configuration Protocoldur. Yəni nədir? Cihazlara avtomatik IP ünvanı verir. Yəni nə deməkdir cihazlara avtomatik IP ünvanı verməyi? Yəni modem qoşulan zaman, hara getdi? Google hardadır? Modem qoşulan zaman, İsmail, bu gördüyün hissə var. Bax, mən sənə bayaqları göstərdim. Bax lan.
Status. Təzədən login olmalıyam ki, bəyəm logini. Hər dəfə niyə açsan? Yox, kapat bunu. Logini bulandaydı. Səhv bilirəmsə, access advanced settings idi. O hissə haradaydı? Site VPS-də idi, yoxsa o bayaqki hissə haradaydı? Yadımdan çıxdı mənim də. Ay, sən də demədin ki, haradaydı o hissə. DHP. Hə, bax DHP. DHP nədir? Bax, bu hal-hazırda gördüyüm, bax nədir? DHP serverdədir. Düzdür? DHP serverdir. Yəni nədir? Bu modem qoşulan zaman avtomatik olaraq modem özündən nə paylayıb? Modem özündən IP paylayıb, subnet mask paylayıb, default gateway paylayıb, DNS serveri paylayıb və s. Bunları özündən avtomatik paylayıb. Yəni sən durub bunları bir-bir əlinə yazmamısan. Bu DHP moddur. Yox, əgər bax sən burada bax set manual var. Mən bunu burada qoşsam, set manuala qoysam və yaxud da ki, burada none hissəsinə qoysam, avtomatik bu hissədə nə baş vermiş olacaq? Avtomatik bu hissədə, İsmail, bunlar əlinə yox, sən neydi? Avtomatik olaraq yox, sən bunu əlinə yazacaqsan. Bildin? Yəni bunu avtomatik olaraq sən əlinə yazmış olacaqsan. Yəni bunu yəni DHP yaddasan, DHP belə yadda saxla ki, sənə avtomatik IP adresini verir, subnetini verir, default gateway-ni verir və s. Bunu avtomatik olaraq sənə verir bunlar. DHP bu işə. Açılışda nə oldu? Dynamic Host Configuration Protocol. Bu da bunun açılışıdır. Düzdür? Bu da bunun nə idi? Bu da bunun açılışıdır. Sonra DNS nədir İsmail? DNS bilirsən nədir? Bu notepad hardadır? Notepad-də göstərəcəm sənə. DNS-dəki domain name sistemdir. İnternetdəki sayt adlarını var ha. IP ünvana çevir. Məsələn, sayt adı nədir? Bir dənə google.com yazaq. Düzdür? Google.com. Axı sənin işləməsi üçün, nəyin işləməsi üçün? Kompüterin işləməsi üçün. Kompüter ancaq rəqəmi informasiyanı qəbul edir. 0 və 1 registr sistemində olan informasiyanı qəbul edir. Bu google.com-u rəqəmlərə çevirmək lazımdır. Yəni nə deməkdir? Bunu DNS-nə ifadə etmək lazımdır. Məsələn, nə bilim, tutalım da 8 tutalım da belə. Buna deyirlər DNS və yaxud da ki olsun 4. Buna deyirlər DNS. Yəni buradakı gördüyün google.com var ha, rəqəmlə ifadə edir. Yəni kodla ifadə edir ki, kompüter onu google.com və yaxud da YouTube olsun, Apple olsun, fərqi yox da, o olduğunu anlasın, o olduğunu bilsin ona görə. Yəni DNS-in vəzifəsi nə oldu? DNS-in vəzifəsi domain internetdəki sayt adlarını IP ünvanlara çevirən bir sistemdir. IP ünvanlara çevirən nədir? Bir sistemdir. Domain name sistem deyirlər buna. Aydın oldu? Hə. Aha. 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 Bilirsən nəyə görə? Bilirsən nəyə görə? Oradakı VPN var ha, oyunu rəqəm kimi qəbul eləsin. Yəni 888 bunun standartıdır. Yəni standart olaraq çox vaxt 888 yazılır. Oyunu kod olaraq görsün deyənə, cihazlar onu kod olaraq görsün deyənə. Yəni ona görə yazdırdım. Sonra keçirik İsmail subnet maska. Subnet mask nədir? Şəbəkənin hansı hissəsinin lokal, hansı hissənin cihaza aid olduğunu bilsin. Yəni nə deməkdir? Biz gələk bayaq girdiyimizə, haradaydı o? Buradaydı da. Burada subnet mask var. Görsən bu hissəni. Bax, subnet mask 250, 255, 251. Yadda saxla. Subnet mask hissəsi standart olaraq hər zaman hə? 5 dəqiqə qutar edərsin. Bilirəm. 5 dəqiqə. Baba gəlir, mən gedirəm, sən gələrsən. Nə olar ki, 5 dəqiqə gözləsəz? Baba futbolu var. 3 dəqiqə gözləyənməzsiniz indi. Mən gözləyim səni. Gözlə də məni. Bir gedərik, nə olar ki? Hə. Deməli nədir burada məsələ? Subnet mask hissəsi, görüntü görsən? Bəli. Subnet mask hissəsi 255, 255, 255. İnternetin var ha, internetin. Hansı hissənin lokal şəbəkə, yəni hansı hissənin modemə, İsmail, hansı hissənin isə cihaza aid olduğunu göstərir. Yəni nə deməkdir? Çünki sən providerdən, modemdən interneti qəbul edin ha. O bir hissə modemin öz içərisində yığılır. O internet hissəsi modemin içərisində yığılır. Digər hissə isə artıq cihazlara nə olmuş olur? Cihazlara ötürülmüş olur. Bircə saniyə, cihazlara ötürülmüş olur. Hə.
Hara gəlir? Bura bizi götürməyə. Hətta bir dəqiqə gözləmirsiniz deyirəm. Hə. Nə baş vermiş olur? Mən hansı hissənin lokal şəbəkə, hansı hissə cihaza aid olduğunu bildirmiş olur. Yəni məsələ nədir? O internet gəlir, o providerin içərisinə internet, bir hissəsi yığılır modemin içərisinə. Providerdən gəldi, yığıldı modemin içərisinə. Artıq o modemin içərisinə paylanmalıdır axı, orada qala bilməz. Artıq o paylanan zaman hansının şəbəkə cihazlarına, nə bilim telefona, kompüterə, planşetə fərqi yox. Hansının ona, hansının isə digər cihaz modemin özünə, yəni lokala aid olduğunu bildirən hissəyə nə deyirlər? Subnet mask deyirlər. Ən çox istifadə olunan subnet mask da ki 255.255.0. Bax burada gördüyündür. Bax burada gördüyündür. Bax burada gördüyündür. Sonra default gateway nədir? Default gateway sənin belə deyək, gateway çıxış deməkdir. Sənin çıxış qapın. Sənin çıxış qapın. Nə demək sənin çıxış qapın? Məsələn, biz bayaqlar terminalda hansı kodu yazıb girdik İsmail? Nə yazdıq? IP yazmadıq. Default gateway yazdıq. Default gateway niyə yazdıq? Default gateway niyə yazdıq? Default gateway bizim çıxışımızdır. Gördün, mən sənə nə dedim? Default gateway yazdım. Mən sənə demədim ki, bunu yazsam. Bu sənin çıxışın deyil. Yaxşı, gəl baxaq bu IP adresini yazaq görək bizə nə verəcək. Bax, mənə də maraqlıdır elə. Gördün, default gateway yox, hop seni kopyaladım. Baxaq bunu yazsaq nə verəcək. Gördün, heç nə vermədi. Niyə görə? Çünki bu sənin IP adresi deyil. Belə IP adresi yoxdur ümumiyyətlə. Bu sənə nə verməlidir? Hansı şey açmalıdır? Amma sənin default gateway nədir? Sənin default gateway'in, gördün default gateway yazdıq. Biz 192.168.1-i neynədi? 192.168.1-i yazdıq. Bizə internet şəbəkə, yəni modemin xüsusiyyətlərini açdı. Yəni modemin parametrlərini açdı. Yəni kodu budur, admini budur, şifrəsi budur, DHCP bu qədər, DNS bu qədər, SIP-dan bu qədər, memorydən bu qədər və s. bilaxır belə istifadə edir. Bizə nə etmiş oldu? Bizə onu açmış oldu. Hə, onu açdığına görə də avtomatik olaraq biz nə edirik? Ondakı məlumatları görə bildik. Ondakı məlumatları görək. Yəni bir növ nədir? Bizə çıxış qapısı verdi. Yəni default gateway sənin açarındır İsmail. Default gateway nədir? Sənin açarındır. Default gateway sənin açarındır ki, onun vasitəsilə edirsən, çölə çıxa bilirsən. Default gateway. Yəni belə ümumiləşdirsək, DHCP sənin ünvanları avtomatik paylayır. Bax DHCP. Görsən hal-hazırda hardadır? DHCP-dədir. Görsən, sənin ünvanları avtomatik paylayır. DNS sayt adlarıdır. Sayt adlarını IP ünvanlarına çevirir. Sayt adlarını. Çünki niyə? Kompüter sayt adlarını görmür. Onu ya kod formasında görməlidir, rəqəmlər formasında görməlidir. Subnet maskın da şəbəkənin sərhədini göstərir. Yəni hansı hissənin lokal şəbəkə, hansının cihazlara aid olduğunu göstərir. Gateway-dəki internetə çıxış qapısıdır. Yəni sənin bir növ açarındır. Sənin bir növ açarındır. Burada nədir? Burada bu heç güclü Wi-Fi şifrəsi təsvir etmək. VPS. Baba, burada da getmişəm. VPS funksiyası. VPS funksiyası. Burada deaktiv niyə yazılır? Deaktiv niyə yazılır? Aktiv olmalıdır. Çaşmışam. Aktiv olmalıdır. Çaşıb deaktiv yazmışam. Onu bir dənə böyüdək, daha yaxşı görmək üçün. 16 edik. Aktiv eləmək yazmışdır. VPS sistemi, VPS sistemlərini nə etmək lazımdır? Aktiv eləmək lazımdır. VPS sistemlərini nə etmək lazımdır? Aktiv etmək lazımdır. VPS yadda saxla. VPS-ə də nə olmuş olmur? Qoşulmaq mümkün deyil. VPS sistemini sındırıb qoşulmaq nə olmuş olmur? Mümkün deyil. Bu belə. Burada nəsə bir sualım var, İsmail. Ümumiyyətlə dərsdən nəsə bir sualım var, qaranlıq qalan hissə. Varsa denən baxaq. Yoxdursa bugünlük bu qədər. Varsa denən baxaq.